Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları Abuzer Əl-Mühacir ləqəbli İlqar Quliyev, Abdurəşid ləqəbli Elşad Piriyev və Əbdurrahman Əl-Azəri ləqəbli Elvin Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Yeni Media DT-xanın mətbuat xidmətinə istinadən xəbər verir ki, adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayət Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Xorasandakı qardaşlarımıza Əssəlamu aleykum və rəhmətullahi və barakatuh. Allahın izni ilə biz bəyət edirik, itaət edirik. Həqiqətən Allah üçün biz bunu edirik. Allah şahiddir ki, biz bu beyyəti Quran əsasında veririk. Xorasandakı qardaşlarımıza səssizliyini biz bəyət etdik. Allah müsəlmanların hamısını bir sözlə birləşdirsin. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə cinayət məsuliyyətinə cəlb edilib. Barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.